Neçə gündür aldırışçılıqda 15-ci sınıf başlanğan ingilis dili küçətiş dərsimizni uqtırış qılamay qaldım. Şunun üçün məzmun sözləşdim burun ən avval məni uqtır edək. Bildiğin sözlükiniz 1000-dən aşsa, kaç vaxtı 1 saat vaxtını ögünüşkə çıxıra alırsınız. Kaş sözləydiğən bolsam, içimdə bildiğinlərimni teşimə çıxırıb ifadələydiğən bolsam, gep qılğanda qaysı toğra, qaysı xatta bilməyməsiz bir arifəsiniz, yetəşdir, qıpəsiniz, qatnaşsam deydiğən ögənmişlər bolsanlar, başbət ündan nömrə uçur qılıb, əhvalanlarını tollıq bayan qılğandakı müşünün düşməmsizlər, şunun qarta biz uğurlaşdırış qısaq buldu. Əmdi asas məzmun kep gəlsək, aldığın bir məzmunda yo bilan yo yuni düşündürüb qoysam, keyinlik ulablam yo bilan beynin qanda fərqi var deb sorabsizlar. İntan yaxşı sual bopdu. Dərvaqə məş iki sözünü birlə fərqləndirib ögünüb alğan yaxşı, çünki ikisi məchul mənanı bildirələydi, amma işlədilən orunda fərq var. Yəni yo degan bu söz Muşu iş şirketini elib bağıçını bekrak təkləb veriş üçün kilidu. Yani falan iş falan tərpidin mında qılınğan deb, şu işini kim ep bağan bolsa şunu təkləb bəgə vaxtımızda biz yoğun işirdimiz. Əmdi bəy degan bu söz bolsa şu iş şirketinin təsirigi uçurğuçının qandaq bir alet şəkilləngenligi yoki qandaq bir özgürüş bolğanlığını təkləməkçi olsaq biz bəyni işirdimiz. Oxşmaydı. Birisi iş şirketini elib bağıçını təklaydı. Birisi iş şirketinin təsirigi uçurğuçu obyektivini təklaydı. Anandikin yo degan bu söz köpinçə halətdə şu 负责处理执行degandek sözlər bilan birikib keladi. Yani məsul buluş, icra qilish, bitirab qilish degandek. Demek, 由他负责 deyimiz. O öz üstüge alıdı. 由他处理 o bitirab qılıdı. 由他执行 o icra qılıdı degandek. Əmdi bəy degan bu söz bolsa köpinçə halətdə 摔坏ya, 摔碎ya, 撞伤ya degandek sözlər bilan birikib keladi. Yani ne deməkçi degəndə 这个杯子被他摔坏了，这个杯子被他摔坏了。Bu istakanni u çekivetdi deb ayada istakanda bir çekilishdan ibaret mav işinin yüz berganligini ta'kidlab berish uchun biz "被" degan so'zni ishlatamiz. Yeni birisiga masalan, 我被车撞了，我被车撞了 meni mashin so'qivetdi. 我的钱被小偷偷走了. Mening pulimni o'g'irlab ketdi deb bu yerda pulim o'g'irlandi. Shuning uchun beyni ishlatamiz. O'g'ni olinglar. Birlan farq birisi yo degan so'zni mushu ish şirketini kim elib bağan bo'lsa, shu ish şirketini elib bağan kishini ta'kidlash uchun biz yo'ni ishlatamiz. Hamda mushunaq yaxshi bo'lgan ma'nodagi o'z ustiga elish, mas'ul bo'lish, hal qilish, ijro qilish degan so'zlar bilan birikib keladi. Hamda bey degan bu so'z bo'lsa-chu, chiqilib ketish, buzib ketish, yutib ketish, ya'ni falan narsa shu shirkatning ta'siriga uchrab, bundaq ish yuz berish bo'lsa, biz beyni ishlatamiz. Ya'ni bir qadar salbiy ma'noga ega bo'lgan fe'llar bilan birikib keladi degan gap. Ögün aldığınlar onda ise yo bilan beyni işiltib, pinglönçüde cümlelerini tüzüp evet beqinglar. Hazır maşı mening pinglönçüyüm. Sizlarning xatir deptiringlar deylan bo'lib ketdi qo'y. Damanlıqqa mush mazmuni ko'rganda daftar qalamni elib yozib bo'g'ilmaydi. Mushlar chatqan aqlimiz pinglönçü dal mush sizlarning mushu mazmunni o'rgangan mazmunni takrar qiladigan bir yaxshi joy bo'lib qoldi. Mushu cümlelerini tuzish orqali birinchidan mush to'g'rimi xatomi o'zinglarning nada ketkizib qo'ysizlar, shuni bilalaysizlar, chunki men tuzish qilib bermayman. Ikkinchidan mushu so'zga bo'lgan tunishinglar bir qattam cho'ng qurlab mang'itda buning bo'lgan o'zinglar qo'l tiqib bir jumlalarni tuzib yozgan bo'lgandan keyin texmo chashini ishang. Shunami? Onasa